də buna görə mənə qızasınız, amma doğrular acı olur. Mən belə qənaətə gəlmişəm ki, Azərbaycan xalqının heç vaxt problemləri çözülməyəcək. Məmurlar da istədiyi kimi at oynadacaq. İqtidara kim gəlir gəlsin, Əli Kərimov da gəlsə eyni davam edəcək, İsa Qəmbər də gəlsə eyni davam edəcək, Etibar Məmmədov da gəlsə eyni davam edəcək. Heç bir şey dəyişməyəcək. Çünki Azərbaycan xalqı bunu istəmir. Məsələn, YouTube-da açırsan bir canlı yayım və orada yazırsan ki, gəlin problemlərimizi danışaq. Cəmi cümlətəni 5 nəfər girir. Görmürlər deyil. Girirlər, çıxırlar. Çünki Azərbaycan xalqı velizarları arayır. Azərbaycan xalqı bayramları arayır. Azərbaycan xalqı baboşları arayır. Ay kişi, axşam zaten hamımız yorğun arğın. Bir sürü ölkə, girirsən sosial mediaya baxırsan, millət sənə yazır ki, niyə bizim problemlərimizi yazmırsan? Demək, TikTok'da bir canlı yayım açdım. Dedilər ki, mənə, ya TikTok deyil bunu. Çünki Azərbaycan xalqı daha çox TikTok'da. Tamam dedik. Və sonra da statistika gəlir də, neçə nəfər girib çıxıb. Demək, başından sonuna qədər 4000 nəfər girib çıxdı. Girdi, gördü, çıxdı. Hamısı da orada sorunu görür. Bax, dinləməyə belə qorxan bir topluluğumuz var. Cəmi cümlətəni başından sonuna 8 nəfər dinlədi. Yəni, bəlli ki, sadəcə 8 nəfərin sorunu var. Və girib çıxanların içərisində qohum əqrəbəm də var, onu da sizə deyim. Yerdə qalanı heç biri girib dinləmədi. Yazmayın, tamam, qorxursunuz. Ən azından üstdən dinləyə bilərsiniz, onu da yapmadılar. Çünki, baxın, əzizlərim, Velizarın evində divanın üstündə xotuq kimi, eşeğin balası xotuq kimi atlanıb düşməsinə və baboşun evində bir qazanın stolun üstünə qoyub, onu belə sonra loppur yeyib, sonra da gəyirməsinə, Bayram Nurlunun saçmalamasına gedib canlı yayımda 50.000 bir topluluq 50.000 izləyirsə, bu topluluğun demək ki, problemi yoxdur. Buna mən deyil, buna Azərbaycan devlətinin hakimiyyət dairələri də gedir, baxır. Və gəlirlər, məni izləyirlər, mənim kimiləri izləyirlər və görürlər ki, biz xalqın problemi var, xalq acdır. Elə əvvəz Zeynallını da. Məsələn, canlı yayım yazır, YouTube, girin görün TikTok'unda nə qədər adam izləyir. Deməli, digərlərində. Azərbaycan devləti statistik deyir ki, gedin görün, xalqın problemi nədirsə, xalq daha çox orada olacaq. Gəlir, baxır, görür ki, xalqın problemindən danışan yerdə cəmi cümlətəni 5-6 nəfər var. Deyir ki, tamam, Nigar yalan danışır. Həqiqətən xalqın problemi olsa, bu xalq gələr Nigarı dinləyər də. Demək ki, xalqın bu dəqiqə bütün problemləri çözülüb, maaşını da vaxtında alıb, ölkədə məmur özbaşınalığı yox. Səhiyyəmiz 4-4-lükdür. Ümumiyyətlə, xəstəxanada xəstə yox. Həkimlər boş oturublar. Ölkədə hər şey gözəldir, iş yerləri var. Bir dənə bu ölkənin tələbatını ödəyəcək cinsi azlıqlardır. Çünki mənim toplumumun ən çox istədiyi şey odur. Və onlar da deyir ki, gedin bu xalqa bunu verin. Və o yüzdən də xahiş edirəm. Mənə yorum yazırsınız, gəlib, ya bu millətin dərdindən niyə yazmırsan? Valla, millətin dərdindən danışıram, yazıram, amma özümə danışmamalıyam da bunu. Mən bunu danışarkən, sən də gəlib oraya bir dənə ən azından bir bəyəni qoyub, onu etkiləşim yaptırmalısın. Yaptırmırsansa, bu sənin problemin, mənim problemim deyil. Və mən nə tərdə olsa, onsuz da Türkiyədəyim. Burada belə kəndi yağımda qovrulub keçirəm. Ən azından hüquqlarımı qoruyurlar, ən azından haqqımı burada yemirlər. Amma vallahi kusura baxmayın, yenə deyirəm. Siz mənə qalxıb da, ay bizim burada problemimiz var, o problemimiz var. Mən çözmüşəm. Azərbaycan televiziyalarına qızıram. Niyə sabahdan axşama kimi siz ancaq Ukrayna, Rusiya, İsrail, İran deyirsiniz? Bizim xalqın dərdi yoxdurmu? Mən burada məsləkdaşlarıma üzr istəyirəm. Xalqımızın dərdi zadı yoxdur, qardaşım. Dərdi olan millət gedib Velizarın xotuq kimi soncuqlamasına hədiyyələr atıb dinləməz. Dərdi olan millət gedib baboşun yeyib gəyirməsinə çiçək böcək atıb uşağının boğazından kəsib çiçək boğaz atmaz. Dərdi olan millət gedib Bayram Nurlunun
bilmirsə kişidir, arvaddır mı, sevgililərindən ayrılıb, sevgililərinə trip atmasını saatlarla izləməz. O yüzden incimeyin. Her toplum hak ettiğini yaşayır. Tamam, ben bunu genelleme yapmıram. Çok az bir kesim qalıb ki, kərkədanlaşmasın. Ne yazık ki, Azərbaycan sel de basacaq, ardı-ardına basacaq, altyapını təmizləməyəcəklər, hak ettiğimiz üçündür. Ac da qalacaqsınız. Ukraynalı gəlib sənin dükkanlarında 2000-3000 maaş alanda sənin öz qızına 150 manat verən müdür başqa şeylər də təklif edəcək. Çünki sən bunu istəyirsən. İncimeyin. Buna görə bilirəm, linç yiyəcəm, amma belədir. Və nə yazıq ki, mən də sizlə eyni millətəm və kəndi şeyimizi çözmüşəm, artıq çözdüm. Yəni bunun başqa yeri yoxdur. Və illa da sizin başınıza yumruq dəyəndə hər kəs gəl məndən danışdır. Elə bir dünya yoxdur. Toplumu dəyişdirmək üçün fərqli dəyişdirəsən. Səhər tezdən özəlliklə girmişəm, keçirir, baxıram. Ki görüm hansı ölkə kimlər nəyi izləyir. Baxıb görürəm də, görürəm. Bizimkilərə, ya bu Türkiyədəki eşcinsellərə də bizimkilər gəlir. Baxın, niyə qardaşım? Niyə axı, niyə sizin başqa bir dərdiniz yoxdur mu? Gedin, Nigarı dinləməyin, yaxşı, Nigardan qorxursunuz, dinləməyin. Ha, bu qazini gedin dinləyin, yazıqdır. Heç olmasa orada da bir 500 nəfər onu izləsin də. Axı, o sənin üçün canlının yarısını verib. Qazi açır canlı yayım, orada bir dənə oğlan var, belə oynayır da, musiqi falan qoyur, oynayır. Çünki psixoloji olarak rahatlayır da, ona gedib irat bildirirsiniz. Ya düşün bu cəmaatın yaxasından. Düşün, bu nə özümüzə nə düşmənçilikdir. Evlatlarınıza rəva gördüyünüz şeylərə bir baxın. Hamınız da yaşınızı var. Əksəriyyətində çox insan tanıyır, amma girirsən, orada görürsən də, girəndə üstdən baxsan, tak falan kəs gedir falan. Əksəriyyətiniz də yaşınızı başınıza almış insanlarsınız. Neysə, bilirəm, hamınız neyini ehtiyacəksiniz, amma heç kusura baxmayın. Özünüzü dəyişdirmədiyiniz sürəcə ölkədəki problemləri dəyişə bilməyəsiniz, çözə də bilməyəsiniz. Bu saatdan etibarən hamınız özünüzdən başlayacaqsınız. Heç kusura baxmayın. Heç kusura baxmayın.